Arxa plan yenə ağardı. Aha, düzəldi. Salam, hər vaxtın xeyirli olsun. Necəsən, neynirsən, özünü necə hiss eləyirsən? Ümid edirəm ki, həyatın yaxşıya doğru gedir. Uzun zamandır sizdən də mesajlar gəlirdi. Mənim özüm də artıq bu barədə dedim, danışım. Öz sevgi, özünü sevmək, özünü sevən insan necə olmalıdır, özünü sevən insan nələr etməlidir, özünü sevə bilməyən insan nələrdən başlamalıdır deyə. Bu görən qismət imiş. Başlayaq artıq danışaq bir mövzunu, bir müzakirə eləyək. Dediklərim yəni çox bənzər yerlərdən səslənməyəcək məncə. Baxın, birbaşa mövzuya girirəm. Özünü sevmək deyəndə mən burada sizə deməyəcəm ki, kitablar oxuyun, yeni yerlər səyahət edin, özünüzü çox ön plana qoyun, videolarınızı paylaşın bol-bol, qəşəng şəkillər çəkdirin, yeni məşğuliyyətlər eləyin, hobinizi artırın və yaxud da yəni özünüzü sevin, yəni belə baxımlara gedin, lazımsa estetik elətdirin və s. Bunlar əslində çox üzdə görünən detallardır. Yəni bunu onsuz da eləyir də demək olar hər kəsə. Bu çox normaldır. Amma həqiqətən özünü sevmək həm cəsarət istəyir, həm də ki, yəni dürüstlük, şəffaflıq tələb edir. Deyəcəksiniz ki, bu necə bir şeydir? Danış görüm, dediklərin qədər varmı deyə danışın, qulaq asın. Özünü sevmək yerin dibinə girən, tamamilə bərbad ruh hallarından keçən, ən özünün pis, çirkli, yəni heç kəsin görməsini istəmədiyi tərəflərini görən, heç vaxt etmərəm dediyi şeyləri edən, özünün səhər yuxudan durmuş halından tutun da ta ən ideal halına qədər, daxili olaraq özünün küllərindən doğulan bir insan olan bir insan. Yəni bunların hamısını yaşayan biri əgər özü ilə müharibə halındadırsa, demək ki, özünü tam hələ sevməyi başlada bilməyib. Özünü sevən bir insan yaşadığı keçmişdən bugünə qədər, bugün anında, bu saniyəsində yaşadığı şeylərlə barışa bilən adamdır. Yəni, sən deyək ki, özünü sevdiyini düşünürsənsə əgər, baxaq görək nə edirsən misal üçün. Qəşəng bir işim var, paltarlarım qəşəng gözəldir, baxım məhsullarım çox yerindədir, özümə baxım məhsullarına zaman ayırıram, idmana gedirəm və s. Tamam. Olmalıdır, lap gözəl. Eləyirsən, əla. Sən əgər özündən danışanda, davamlı olaraq öz yaralarından yenə özünü vurursansa, davamlı olaraq öz boşluqlarını özünə deyib, və yaxud da başqalarının yanında özünə alçaldırsansa, səhvlərini özünü ancaq silah kimi çevirirsənsə, yəni onları nə düzəltməyə bir çaba, ya da etdim canım sağ olsun deməyə bacarmırsansa, demək ki, sən hələ də öz sevgini tam yaxşı başa düşə bilməmisən. Özünü sevmək, inanın ki, çox başqa bir hissdir. Yəni, mən buyam deyə bilmək hissidir. Mən buyam. Olanım budur. Daha yaxşıları olacaq, yəni bugünkü versiyamda qalmayacağam. Amma mənim burada yaram var, utanmıram ondan. Bu addımım səhv idi, utanmıram ondan. Səhvdir də, insan səhv eləyər. Mən də səhv elədim. Bu hərəkətimi etməməliydim, etdim, səhv idi və yaxud da yaxşı ki etdim, bu mənim mən elədi. Özünü sevmək budur. Özünü sevmək, özün. Sən özün. Gəldiyin yer ən dib olsa da, ən danışmağa utandığın bir yer olsa da, həyatının bəlkə də demək olar ki, 1% belə səni qane etmir. Amma yenə də çabalayırsan ki, sən özünə yaxşı bir həyat qurasan. Bu məqamda özünü alçaltmaq yerinə, özünlə bir sülh içində olsan və desən ki, mən bunları vaxtilə bacarmamışdım, indi də tam bacarmamışam, amma ən azından bir yola çıxmışam, bunu eləyirəm. Biri sizdən həyat hekayənizi soruşanda, yəni mən bunları ancaq müsbət danışmaq və ancaq göz önündə parıldayacaq şeylər danışmaqla siz insanlara sübut etmiş olmursunuz ki, mən özümü sevirəm. O deyil. Baxın, biri məndən soruşsa ki, Mənzər, sən necə bir insansan, sən nə istəyirsən, sən nə istəmirsən, mən rahatlıqla deyərəm, danışa bilərəm. Bunu mən bir vaxta qədər bacarmırdım. Deyə bilmirdim. Nə istəmədiyimi belə bilmirdim hətta. Nə istədiyini hər adam bilir, nə istəmədiyini amma hər adam bilmir. Bu
bir çox zamanlarda həyatın mürəkkəbləşdiyi yerə adamı çəkir. Çünki nə istəmədiyini bilmək çox önəmlidir. Çünki hər kəs zaten deyir ki, mən onu istəyirəm, mən bunu istəyirəm. Bəs sən nəyi istəmirsən? Nəyi həyatında görürsən, deyərsən ki, bu mənə yaxın durmasın. Həyatımda izini, tozunu belə istəmirəm, yəni. Bu da önəmlidir. Bir insan varlığımı, məni, sevdiyim şeyləri, həyatımın necə olduğunu, uğursuzluqlarımı, uğurlarımı soruşsa rahat danışacağam. Deyəcəm ki, mən burada çox bərbad bir addım atmışdım. Hə, süd oldu, keçdi. Öz sevgi budur. Yəni, mən özümü hər də bugün danlamıram. Hər də mən demirəm ki, ay Dəməcə, sən necə insansan, sən bacarıqsızsan, bu nə hərəkətdir, sən niyə bunu eləyirsən ki, sən, nə bilim, fiziki olaraq da bəsər, sən niyə beləsən, sən niyə bu formadasan, belə olmalıydın, mənəvi olaraq sən bu formada davranmalıydın, düşünməliydin. Oldu da, canımı alım özümdən, neyniyim? Oldu da. Yəni, yaşamağı qüsursuzluq kimi başa düşürük biz. Hər şeyi ilk dəfədən mükəmməl eləyən biri olmalısan. Elədin, əla gedəcək. Eləmədinsə, bərbad. Harda görülüb bu? Sizi tənqid eləyən, sizi dəyərləndirən insanları elə bilirsiniz ki, o insanlar göydən zəmbillə düşüblər və onlar sizin etdiyiniz səhvləri həyatlarında bir dəfə də olsun etməyiblər və yaxud da ondan heç yan keçməyiblər. Belə bir dünya yoxdur. Özünüzdə miflər yaradırsınız. İnanın ki, sizi dayanmadan tənqid edən insanlar da, sizi çox orta dərəcədə tənqid edən insanlar da fərq yoxdur. Yəni, sizin tənqid edilməkdən qorxduğunuz yerlər özləri bal kimi də o tənqidlərdən keçiblər, o səhvləri ediblər, utanıblar, qızarıblar, utanmaqdan onları isti basıb, mən neylədim, mən biabır oldum hissini yaşayıblar. Özünü sevən bir insan bu situasiyalardan bilirsiniz necə çıxır? Başına bunları gələn. Oturur, canım sağ olsun deməyə bacarır. Oldu çünki. Neyniyəcəksən ki? Yəni, özünü danlamaqla əgər bir yeri çatmağa düşünürsənsə, inan ki, yerində sayacaqsan. Və yaxud da sən özün boşluğunu başqalarını tənqid edərək, başqalarındakı boşluğu vurğulayaraq doldurmağı düşünürsənsə, yenə yanılırsan. Çünki sən yenə yerində sayacaqsan. Yəni, etdiyin şeylərin nəticəsinə baxmaq lazımdır. Etdiyin şey səni hara aparır? Hara qədər səni ön planda saxlayır? Bunlar müvəqqəti şeylərdir. Həqiqətən özünü sevən insan qışqırmır. Məcazi mənada. Həqiqətən özünü sevən insan səsli olmur. Sakit olur, bilir. Çox gözəl görür. Gözün görməyindən bəhs eləmirəm, ürəyin görməyindən bəhs eləyirəm. Nəyi sevmədiyini, nəyi sevdiyini bilir. Hardan güvənin qırıldığını yaxşı bilir. Hardan güvənə biləcəyini yaxşı bilir. Seviləcək tərəflərini bilir, sevilməyəcək tərəflərini də bilir. İnsanların boşluqlarını görəndə oradan vurmaq yerinə ya onu daha az ortada mövzu olmasına köməklik göstərir, ya da insanların travmasını görəndə üstünə getmir. Özünü sevən insan budur. Yəni, həqiqətən də bir dənə oturub düşünsəniz, elə sizin özünüzdə də bəlkə də olub, ya insanıq da, ya da ətrafınızda elə insanlar var olub yəqin ki, davamlı olaraq ətrafından dava halında olan insanlar görmüsünüz. Bəlkə də elə özümüz də elə, ya aqressiv dava halındayıq, ayda... Yəni, ancaq səhv axtarırıq da, yəni ancaq dalaşırıq. Bu, bilirsiniz nəyə göstərir? Daxilən bu insan özündən barışıq deyil. Bu insan ciddən problem yaşayır özüylə. Çünki həqiqətən də bir insan, demişdim, ev bizik. Yadınızda əvvəlki videolarda da demişdim. Ev bizik, hər şeyin təməli kökü bizdədir. Sevgi anlayışının kökü bizdədir. Gözümüzü açanda gördüyümüz ata, anadan, nənə, baba da bəlkə bizi böyüdü. Bir hər cür həyat var deyə istənilən variantı sadalanmağa hazıram. Yəni, gözünüzü açanda gördüyünüz ilk dünyadakı kişi və qadın modeli, münasibət modeli nədirsə, sizdə onların toxumları əkilir. Yəni, sizsiz, canlısınız siz çünki. Hər şeyin ilki sizdə başlayır və siz həmin andan, və bu təkrarlansa belə şeylər, uşaqlıqda zaten olur da, belə bizdə şemalar yaranır, bizdə artıq anlayış yaranır, sevgi nədir, ailə nədir, qadın nədir, kişi nədir, ana necə olur, ata necə olur, fədakarlıq nə deməkdir, xəyanət nə deməkdir, dostluq nə deməkdir, sevgi, ailə qurmaq anlayışı nə deməkdir. Hər şeyin başlanğıcı ev biz olduğumuz üçün təsəvvür edin ki, bir evin içi darmadağın olsa, müharibə şəraitində olsa o ev
o evə birincisi kim qonaq gəlmək istəyər və yaxud da o ev kimi özündə qonaq kimi saxlama bacarığına sahib olar. O ev nə qədər işıq saçar, o ev nə qədər huzur özündə ehtiva edər. Şübhəlidir. Yəni siz özünüzdə olmayan şeyi başqalarında ya çox görəcəksiniz, gördüyünüz üçün qəzəblənəcəksiniz. Öz sevgidən burada söz gedə bilmir, çox təəssüf ki, belə olanda. Ya da ki, özünüzdə bir boşluq görəndə öz sevgi istəyən bir insan oturur, deyir ki, aha, mən filan kəsəm, mən filan vaxtda bunu etdim, qəbul edirəm, oldu, bəs oldu, etdim, mənası bu ola bilər, gərək bunu belə edeyim bundan sonra. Yəni bu oturur, düşünür, fikir yürüdür özü haqqında. Evini, özünü başlayır müşahidə edib görməyə. Yəni öz evindən xəbərdardır bu, o deməkdir ki. Başqalarının evinə burnunu soxmur, başqa boşluqlarla əlləşmir, öz boşluğunu görəndə o dəqiqə aqressivləşib başqasına cumur, başqasının boşluğunu dilə gətirir, qışqıra ki, nədir birdən mənim boşluğumu görürlər. Hər şey görünür, hər şeyin bilindiyi bir dönəmdə yaşayır. Ona görə də ancaq yəni görünürsüz. Çünki mən də bir vaxtlarda bunu kör-körənə etmişəm, bu sadaladığım hər bir şeyi. Göründüyümüz hesaba qatmamışam, görünürmüşəm. Sonra ətrafdan mənə deyildikcə görürəm ki, insanlar, açıq deyəcəm, insanlar səy deyil ki, səndə olan ağıl, səndə olan nəfs, səndə olan strategiyalar onlarda da var da, xeyr ola, yəni sənsən bir dənə ağıllı. Yəni, desəz ki, mənzəri bu 12 dəqiqədə danışırsan da, mən özümü sevməyə heç cür bacarmıram, baxın, neyniyim, hardan başlayayım? Ən pis yerdən başlamalısan, hardan? Hardan zərbə almısansa, hardan yaralarım varsa, deyirsən, bura məni yandırıb tökürək, bura mənə səbimi pozuraq, otur onu özünə etiraf elə birincisi. O şey yaşadığın, təsirinə düşdüyün, o qarşılıqlı situasiyadan keçdiyin obrazlar var, bir onlardan əl çək, bir otur, denən ki, mən bu situasiyada nə dəyərə sahib oldum, mən bu situasiyada nəyin məsuliyyətini daşıyırdım, mən bu situasiyada niyə var oldum, niyə mən burada gəzirdim, mən burada nə edirdim ki, bu mənim başıma gəldi və niyə bu mənim başıma gəldi. Elə yox, niyə bu mənim başıma gəldi, gəlməsədi yox. Nəyə görə oldu bu? Bunda bir məna var çünki onu tapanda artıq həqiqətən də siz o hadisədə, tək indi siz yoxsunuzsa, bir qonşu da deyək ki, qonşudan konflikt yaşamısınız, iş yerində konflikt yaşamısınız, sevgilinizlə konflikt yaşamısınız, bilmirəm. Amma yəni qarşınızdakı o obrazla artıq dərdiniz bitəcək və başlayacaqsınız özünüzlə barışmağa. Çünki özünüzü artıq biləcəksiniz. Nəyi niyə etdiyini biləcəksiniz özünüzün, bu cümlədə nə işlətdiyini biləcəksiniz. Və həqiqətən də deyəcəksiniz ki, ayda mən səni tanımırmışam və sən gör, yəni avtomatik davranışlara sahib biriymişsən, istəmədən, uşaqlıqdan özündən gətirdiyin şeylərin var imiş, mən səni dayanmadan qınayırmışam, ya da boşluqlarımı görməzdən gəlirmişəm, başqalarına müharibə elan edirmişəm, amma ortada görmədiyim ən böyük, bariz bir şey var ki, o mən idim, mən indi özümü görürəm amma. Siz həqiqətən də gəldiyiniz bir yer var ya sizin. Özünü sevmək, gəldiyin yeri də dərk etmək deməkdir. Sənin gəldiyin bir yer var, sənin gəldiyin bir ailə var, sənin gəldiyin bir ev olub, o evin divarları olub, o evin ayaq bastığın yeri olub, getdiyin məktəb olub. Yəni sən doğulan andan sosiallaşma başlayan varlıq olmusan, davamlı təsir içərisinə düşən varlıq olmusan. Böyüyəndə o qədər yıxılmısan, o qədər yaraların olub, sağalıb bəziləri izi belə qalmayıb, bəzilərinin izi qalıb, bəziləri elə hələ də qanıyır. Yəni yaşayan bir varlıqsan, sən elə bilirsən ki, yaşayırsan və sənin içindən keçir, gedir o yana, qalmır burada heç nə. Elə gözəl qalır ki, həqiqətən elə gözəl qalır ki, yəni heç nəyi bu bədən unutmur. Bədən elə bilirsiniz ki, unudur, vallahi unutmur, yaddaşda saxlayır. Unutduğunuzu zənn etdiyiniz şeylər anidən sizi stoplatdırar və siz bir anda belə qalarsınız şok vəziyyətində ki, mən bunu doğrudan yaşamışdım. Bədəninizə güvənin, özünüzə güvənin, hardan gəldiyiniz, nələrdən keçdiyiniz, utanması şeylər deyil. Utanmasanız da qaça biləcəyiniz şeylər deyil. Çünki qaçmağa ehtiyac yoxdur. Qaçdıqca onlar zaten arxanızda daha çox gələcəklər. Yəni qaçılası bir şey yoxdur ortada. Nifrət ediləsi bir şey əslində yoxdur ortada. Sadəcə olaraq bu həyat
insanlardan və hadisələrdən ibarətdir. Yəni əslində hadisələr baş vermək üçün var, insanlar da yaşamaq üçün var. Hər şeyi çox abardırıq. Hər şeyi çox həddən artıq emosional zəka ilə dəyərləndirməkdən işin içindən çıxa bilmirik bəzən. Arada rasional zəkanı, arada IQ-nu bir intellekt tərəfi işə salmaq lazımdır. Özünü sevmək istəyirsənsə, özünlə üzləşməkdən başqa yolun yoxdur. Otur güzgünün qarşısına, otur təkbətək, güzgü olmasın. Otaqda təksən, otur, başda danışma, söhbət elə. Tək olan deyilik ki, sonra deməsinlər ki, görürsən nə danışıyoruz, özünə qorxmasınlar. Yəni, sözümün canı, siz ən birinci bu məsələni özünüzlə həll eləyə bilərsiniz. Özünü sevən insana sevgi gəlir. Özünü sevən insan, özünü görən insanı görərlər. Özünü eşidən insanı eşidərlər. Əgər ki, deyirsinizsə ki, məni görmürlər, məni eşitmirlər, Mənzər xanım, mən eşidilmirəm, mən həqiqətən də özümü dəyərli hiss eləmirəm. Adım kimi olan təxmin edə bilirəm ki, demək ki, sən özündə bunları özün heç vermirsən. Özümüz özümüzə vermədiyimiz şeyi necə bizə versinlər? Bir yazı paylaşmışdım. Sən özünü necə sevirsənsə, insanlara da səni sevməyə özünü elə öyrədərsən. Yəni, sevgi dilinin özünə necədir? Məsəl üçün, düzgün qidalanmırsansa, özünə baxmırsansa, yuxu rejimin bərbaddısa, geyim keçimi məsələn səliqəsizdirsə, özünə yatırım etmirsənsə, qarşına çıxan insan deyəcək ki, bu insan bunu bugünə qədər tək olanda, mən gələnə qədər etməyibsə, mən bunu buna niyə edeyim? Məntiqli düşünsə, əslində çox haqlı bir yanaşma deyil sizcə yəni. Ona görə də, əgər həyatınızda bir şeyin boşluğundan əziyyətini çəkirsinizsə, yoxluğu varsa və sondan artıq olsun deyirsinizsə, mən də istəyirəm deyirsinizsə, həyatı normal yaşamaq istəyirsinizsə, yaralarınıza qucaq açmalısınız. Mən bunu yaşadım deyib, bax belə vurmalısınız köksünüzə ki, yaşadım, mən yaşadım. Çünki bunu mən yaşamalıydım, çünki bunu ən yaxşı mən yaşayardım. Bərbadından tutmuş ən gözəl hadisəyə qədər. Deyin ki, bunu ən gözəl mən yaşayardım. Yaxşı ki, mən yaşamışam. Çünki buna, bu aspektdən baxa biləcək başqa bu həyatda, bu dünyada emosional zəka yoxdur, intellekt yoxdur. Deməli, bu hekayədən dərs çıxaracaq o məsul insan mənəm. Bu, sadəcə bu. Düsturumuz budur, dostlar. Özünü sevmək ancaq belə şöhrətli, par-par yanan, işıqları bol, qışqıran, gözəl estetik formada çəkilən şəkillər, səliqə, səhman, mükəmməllik deyil, vallah deyil. Ən dibdən başlayan bir şeydir özünü sevmək. Sonra o görülür, sonra hiss edilir, kənardan sizə qayıdır, əmin olun. Ümid edirəm ki, içimdəki dolu-dolu özünü sevməklə bağlı uzun zamanda saxladığım məlumatların hamısını ötürə bildim. Özünüzə yaxşı baxın, özünüzü bol-bol sevdiyiniz həyat arzuluyorum sizə. Yaxşı ki, varsınız. İnanıram ki, bu videodan sonra düsturu tapdınız və artıq irəli. Çox da gözəl yaşayacaqsınız özünüzü artıq. Özünüzü yaşayacaqsınız. Özünü yaşayan həyatı yaşayar. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşək.